Yettini qutarmı bu? Yettini qutardım. Şimdi bugün 8-ci fəsil, 1-ci ayə. Bu nənləri sizə Məsihçi atalar sözünü dedim. Yadınızdadır Məsihçi atalar sözü hansıdır? Əgər həyat 1-8 eləmirsən, 8 bil gəlir. Sonra da yadından belə yersə cavab verdilər. Görürsən. Tamam. Bu ölçüsü itirdir. 8-ci fəsil 1-ci ayə, atalar sözünün 2-ci hissəsi. Stefan qətindən sonra Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlar pərən-pərən düşüb, Yahudiya və Samariyanın hər tərəfinə yayıldı. Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüzünlə yas saxladılar. Amma Şaul imanlar cəmiyyətini dağıtmağa başladı. Belə ki, o evdən evə gedərək, qadın kişi bilmədən imanları sürüyüb zindanı salır. Pərən-pərən düşən imanlar hər yerdə Allahın kəlamını, müjdəni yayır. Burada dayanır o. Ha? Mən dünənləri sizə demişdim ki, məbəd təqib altında olanda məbəd daha da inkişaf edir. Bir dünyavi insan demişdi ki, Məsihçilər tarakan kimidir. Nə qədər çox öldürürsə, o qədər çox yayılır. Çok qələt edir o deyir. Amma tarix bunu göstərir ki, nə qədər çox imanları təqib edirlərsə, o qədər çox imanlar yayılır. Buna paradoks deyir. Paradoks, yəni sən bir şey gözləyirsən, amma sizdən başqa şeysin. Və bu, əksər zamanlarda eyni. Şimdi, bu Şaul başlayır imanları təqib edir. Və kişi qadın bilmədən bunları sürüyür, atır zindanlar və bu təqibin nəticəsində yenə də gəlirlər Rəbbin sözünə çıxırlar. Hansı ki, bir fəsilə demişdi ki, siz yayılacaqsınız Samariyaya, Yahudiyaya və sonra da ondan kənara. Şimdi baxın, bizim həyatımızda bəzən bir şeylər baş verir. Amma nə baş verirsə versin, bu Allah'ın planının bir hissəsidir. Bu Allah'ın planının B tərəfidir. Bizim bir çox insanlar fikirləşirlər ki, Allah insanı yaradır, Adəmlə Həvvanı. Sonra onlar günah edirlər, plandan çıxıblar və B planı kimi İsa Məsihlərin yerində onları lazım. Bu belə deyil. Və onda sual oluna bilər ki, yaxşı, onda Allah istəyir ki, pisliyi olsun. Sizdə. Allah istəyir təqiblər olsun. 100% ilə fikirləşirsiniz. Allah istəyə bilər təqiblər. Məncə də istəyir. Yaxşı, indi sporlaşmayaq. Qruplarda bunu müzakirə edək. Sizin fikrinizdə Allah təqibi istəyir olsun, yoxsa istəmir olsun? Qruplarda müzakirə edin. 3 dəqiqə öz aranızda danışın. Sonra hər kim duracaq, bir söz verin. Sizdə razıdır hər şey. Davay, sizdən spiker kimdir? Akla boyunca. Demək, bizim fikrimizə görə... Bəli, sakit olan birbirimizi dinləyək. Fikrimizə görə Rəbb belə bir şey istəyə bilir. Bu da bizim öz xeyrimiz üçün. Çünki Rəbb sevdiləni nəzərdə tərbiyə edir, bu belə. Amma bir tərəfdən də qanunlayır ki, Rəbb istəyinə sınadan çəkmir. Amma biz İsa'nın dediklərinə baxsaq, görək ki, Rəbb ki, mənim adımdan böyük söylürsən və qiyarsınız. Və demək ki, bu nəticə olaraq gəlir ki, Rəbb belə bir şey istəyir. Bu sadəcə bizim xeyrimiz üçündür. Humanizm verir. Siz nə fikirləşdiniz? Biz kanal spiker var. Biz kanalda əslində ki, Rəbb istəmir belə bir şey. Amma Rəbb icazə verir ki, biz o çətinliyi yaşayaq və o təqibə məruz qalaq. Aha, yaxşı. Biz saxlar. Sizdə ikimiz spiker buyurun. Mən
əziyyət. Hə. Hepsinin sınavı çəkmir, amma Rəbb buna izin verir ki, biz bəzən sınavlarla təqribən üzləşək. Çünki bu bizim ölkəməyimiz üçün, yəni Tanrının kəlamının yayılması üçün bu vacibdir. Çünki Rəbb həmin sınavlarda o təcrübədə və öz izzətini göstərə bilir. Yaxşı. Sizlər? Biz də hamısının fikirlərini ümumiləşdirib deyəm. Eyrən sağlığı. Yəni hətta bəxtiyar adlandırır da bir təqib olunanlar. Çünki əgər biz təqib olmasa nə imanlıların müjdələyə bilərik, nə ruhda böyüyə bilərik, nə də güclü ola bilərik ki, digər sınava tab gətirə bilərik. Əlavə də deyim ki, biz də istəyir, yəni müjdə amma da bizim əziz çəkməyimizi çox istəmir. Bəli. Məncə istəmir. Çünki mərhəmətlidir. Sadəcə o prosesdə deyir ki, yəni əziyyət çəkirsə, amma mən sizin yanınızdayım. Yaxşı. Deməli, bütün fikirlər dəyərlidir, amma daha dəyərlisi nə mənim, nə sizin fikrinizdir. Daha dəyərlisi müqəddəs kitabda olan fikirdir. Deməli, təqiblərin nə dərəcədə böyük, balaca olmağından asılı olmayaraq, dərindirlər, dərin deyirlər, qanlıdırlar, qanlı deyirlər, heç bir şeydən asılı olmayaraq Rəbb bizi sevir. Bu birinci prinsip, yadınızda saxlayın, həmişəlik. İkincisi, bizi Rəbdən heç bir şey ayıra bilməz. Bəli, Bəhruz qardaşın sevdiyi kitabı açılır, Romalıları göndərir və burada yazılıb ki, lakin bizi sevən vasitəsilə bütün bunlara tam qələbə qazanırıq, çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsa'da olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq. Heç bir şey səni, əgər sən Rəbbin balasısansa, Rəbbin əlindən ayıra bilməz. Heç bir şey. Və Rəbb adətən həyatımızda çətinliyi göndərir, çətinliyi göndərməsə, biz heç vaxt şəxsiyyət kimi formalaşa bilmərik. Kim həyatında çətinliyi görübsə, o biraz başqa bir insandır. Təsəvvür edin, iki uşaq götürək, biri evdə böyüyüb, evdə yaşayıb, onun üçün Oxforddan müəllimlər gətirdiriblər, onun bütün arzuları yerinə yetir. O birisi uşaq çölbaca görüb, standart məktəbdə oxuyub, əziyyət də görüb. Hansı daha güclü şəxsiyyət olacaq? Əziyyət görən uşaq. Əziyyət görən uşaq. Ona görə də Allah bəzən bizi əziyyətlərə özü salır. Və bunu ona görə salmır ki, sevir. Əksinə, ona görə salır ki, sevir. Üçüncüsü, baxın, bayaq dediyim kimi, Allahda heç vaxt A, B planı yoxdur. Bizim həyatımızda bir problem olursa, kəlamda yazılır ki, bu bizim xeyrimiz üçün. Yəni, nə baş verirsə, nə olursa, baxın, eyni bu Romalılara göndərişdə yazılıb ki, bizim həyatımızda içəridə o yeri tapın. On 8-ci ayədə, baxın, istəyərsiniz geniş baxalım. Yazılıb ki, belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olunacaq izzətlə heç müqayisəyə gəlməz. Yəni, birincisi, Rəbb bizə deyir ki, tamam, əziyyət çəkirsiniz. Amma bu, sizin mükafatınızla müqayisəyə gəlmir. Düz deyil. İkincisi, yazılıb ki, çünki bilirik ki, bütün yaradılış
indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. Ancaq təkcə yaradılış yox, ruhun mübarını alan biz özümüz də övladlığa qəbul olmamızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyir. Yəni, deyir ki, onsuz da bütün yaradılış əziyyətlərdən keçir. Bu dünyada hamı əziyyətlərdən keçir. Və sən imanlı olmağın, sən imana gəlməyin, bu deməkdir ki, sən bu dünyada ayrıca bir şeydən, ayrıca bir səbətdə yaşayacaqsan və yaxud Allah sən qızıl səbətdə, qızıl qəfəsdə saxlayacaq. Yox. Allah səni o normal valideyn kimi bu həyata bırakır. Ki, sən də hamı ilə birlikdə böyüyəsən, başa düşəsən, əziyyət çəkirsən. Amma bizim onlardan fərqimiz ondadır ki, bizə İsa Məsih bir vəd deyir ki, dünyada əziyyətimiz olacaq. Amma qorxmayın, mən dünyaya qalibiyəm. Və burada da yazılıb ki, beləcə ruh da biz zəif olarkən bizə kömək edir. Biz nə üçün və necə dua edəcək, etmək lazım olduğunu bilmirik. Lakin ruh öz dillə, deyilməyən ahlarla vasitəçilir. Bəzən olur ki, sən düşdüyün çətinlikdə, sən bilmirsən nə cür dua edirsən. Çünki bizim baxışımız məhduddur, biz qırağı görmürük. Məsələn, biz bayaqları o 8-ci fəslində oxuduq ki, Stefanı bastıranlar onun üçün yas saxlayırdılar və ağlayırdılar. Amma Stefan necə öldü? Stefan gülə-gülə öldü. Çünki deyir ki, mən Rəbb İsa'nı görürəm. Biz çox vaxtda aramızdan bir imanlı itirəndə biz deyirik, ay yazıq, öldü, getdi. Məsələn, olur da gənc yaşında dünyasını dəyişəndə biz həmişə belə pis olur. Amma əslində yazıq biz, o deyil. O getdi İsa'nın yanına. Yoxdur, biz hələ əziyyət çəkirik, hələ də məbəddə giz-giz vəziyyətlərə düşürük, həyatda axma-axma situasiyalara düşürük. O getdi İsa'nın yanına, artıq yazıq deyil. Əslində yazıq bizik. Amma bizə pis təsir edilən, biz yaxın adamı itirəndə, bu əslində dünən dediyimiz ki, biz öz egomuz sınavlıyıq. Biz özümüzə görə ağlayıq. Niyə? Biz onun üçün darıxacağıq, biz onu görməyəcəyik. Bizə pis təsir edir. Amma onun üçün həyat elə təzyiqləri var. İndi 28-ci ayı, baxın, bayaqki verdiyim sualın cavabı buradadır. Biz bilirik ki, hər şey birlikdə, yəni həyatda nə baş verirsə versin. Allahı sevənlərin onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Sən həyatında nə problem olsa, nə sınaq olsa, nə təqib olsa, bu sənin xeyrin üçündür. Bu sənin xeyrin üçündür. Mən həyatımda bir neçə dəfə olmuşdur, mən elə bilirdim ki, Allah məni sevir. Mən o vəziyyətdən çıxandan sonra mən başa düşdüm ki, Allah məni sevir. Bu prinsipi bəzən olur da, kimi valideynlər evdə çırpılır? Çırpılıbsınız da hamınızda. Adam çırpılanda adama elə gəlir ki, valideyn onu sevir. Adam döyüləndə adama elə gəlir ki, kişi mən məsələyə indi qadındır, atam, anam. Bunlar məni niyə döyürlər? Hətta bir dəfə mənim oğlum yoldaşından soruşmuşdu ki, ata məni doğrudan sevir, yoxsa yox. Bu normaldır. Mən də məktəbdə oxuyanda mən elə bildim ki, valideynlərim məni sevir. Təsəvvür edin ki, bir dəftər yazı yazırdım, mən də Sadiq kimi yazırdım. Bir dəftər yazı yazırdım, verirdim, evdə baxırlar və anam dəftəri çığırdı. Deyirdi, get təzləyin. Deyirdim, belə smile qaldı, bu araba deyildi. Mənə elə gəlirdi ki, o məndən xoşu gəlir. Bacım yaxşı oxuyur, mənə az tərifləyir. Mənə elə gəlir ki, mənə xoşum gəlir. Məktəbə də gələndə 5-ci, 6-cı sinifdə mənə elə gəlir ki, mənə türməyə göndərir. Hər səhət dur, gel məktəbə, otur. Qayılar, əzdən otur, qayılar. Belə də xoşuma gəlir. Dedim, bunlar yəqin məndən əl çəkmək istəyirlər, yəni uzaq tutmaq istəyirlər özlərindən. O göndərdə baş beynindən xarabıdır. Və sonra mən dərk elədim ki, nə yaxşı ki,
valideynləri məni döyə-döyə oxutdurublar. Nə yaxşı ki, məni döyə-döyə tərbiyə edir. Amma o döyülmə prosesindən keçəndə məni çox pis təsir edir. Və yaxud da ki, təxmini bir 25 il bundan qabaq, 26 il bundan qabaq, mənim həyatımda çox böyük problemlər oldu. Mən nə bilim, atamı itirdim, sonra nə bilim, universitetdən qovlasıydım, sonra belə əziyyətlərimiz çox idi və çox ağır proseslərdən keçdim. Amma o proseslərdən keçə-keçə mən Allaha çox yaxınlaşdım. Hər gün dua edirdim, hər gün kəlam oxuyurdum, hər gün Allahla ünsiyyətdə olurdum. Və bu ünsiyyətdə olduğum var, mən məzmunları oxuyurdum daha çox. Niyə? Məzmunlar ürəyimə yaxın idi. Nəyə yaxın idi? Çünki məzmunlarda dağılır ki, sən hara baxırsan, nə bilim düşməndən boğurlar, yiyirlər, mənim başıma oyun açırlar, filan beşməkar. O mənim ürəyimə yaxın idi. Mən də o vəziyyətdə idim, mən də çətin vəziyyətdə idim, nə bilim, cırıq paltarda gəzirdim, vəziyyətim, ailəmizin də vəziyyət pis idi, yeməyə heç nə taxmırdım. Deyirdim, nəysə o vəziyyətdən Allah mənə çıxartdı. Və təxmini üstündən bir neçə il keçəndən sonra mən başa düşdüm ki, mənim ən gözəl günləri, ən bəxtəvər günləri bu günlər. O günlər. Ən əziyyətli günlər. Bir neçə il keçmədi. Təxmini üstündən 2 il keçdi. Mən başa düşdüm ki, ən yaxşı günlərim oldu. İndi, ola bilər də biz hansı əziyyətdən keçirik. Ola bilər ki, məbəd gələcəkdə təqdirlərdən keçsin. Ola bilər ki, məsələn, vurdular, məni öldürdülər. Məsəl üçün, vurdular, Rəşadını öldürdülər, çox danışdığına görə. Zonini öldürdülər, çox güldüyünə görə. Ola bilər, bu sizə çox pis təsir edəcək. Amma Allah həmin vaxtı sizinlə. Biz çox gözəl yeri deyəcək. Ləzzətli yeri deyəcək, səmavi sərtətə deyəcək, bizə görə narahat olmayın, ağlamayın. Tamam. Mən başa düşürəm, bu ağır təsir edəcək. Bizə də, ailələrimizə də, yaxınlarımıza da mən bunu başa düşürəm. Amma bir şey bilin ki, biz daha yaxşı yerdə olacaq, siz əziyyət çəkəcəksiniz. Biz əziyyət çəkəcəksiniz. Adamın ölməyə gəldi. Kalam deyir, ama Pavel deyir, ölüm bizim için kazanır. Ama bakın, bizim növbəti fəsilləri keçəndə görəcəyik. İmamların Pavel'dən zəhləsi gelir. Ona göre mesela bu İbrahimlərə göndəriş, hamı təxmini bilir ki, onu Pavel yazır, amma orada heç vaxt onun adı keçmir. Başqa məktublarda kişi yazır da ki, mən Pavel sizə deyirəm. Orada heç demir. Niyə? Çünki bilsəylə Pavel'i tüpürərlər o məktubu atarlar. Yəni vəziyyət o idi ki, hətta Barnabla Paveli gətirdiyi ki, narahat olmuyor, bu tövbə edir. O tövbə eləsə belə, təsəvvür ediyor ki, mənimlə Johnny-ni öldürən Allah, Johnny demir, məhsət episləsdir. Sən də səfərsin. Məni öldürən adam, sən öldürən adamı cəmaat sevinəcək, yəni. Bunu elə də, onu öldürmək təsəvvür edin ki, məni öldürən adam gəlir tövbə edir. İdi ki, mən sizin qardaşınızım. Yəni, minimum olsa da siz ona inanmayacaqsınız. Gedəs bunu yəqin göndərir, hansı qurum göndərir, üstünü qaçlıq eləməksin. Türkiyə həcci gedir. Nə bilir, 100 gedir. İndi elə, mənim sizə belə qohumluq əlaqəm yoxdur da. İndi, təsəvvür edin ki, məsələn, vurub faxını öldürürlər. O adam gəlib mənim. Siz də layla onu sağ baxar. Sırar orada, sürüyə. Pişkitə qoyar. Çünki yaxınıdır. İndi, baxın, təqiblər, onlar, biz təqibi oxuyanda, biz ümumiyyətlə müqəddəs kitabı oxuyanda bizim gözümüzdə hər şey yüngül görsənir. Çünki oxuyursan, bunun sənin aidiyyatı yoxdur. Təqib olanda çox ağır və çox pis təsir edir. Bilirsiniz nəyə görə? Baxın, məsələn, bizdə yadımızda da bir 6 il bundan qabaq müharibə oldu. Və biz qalib gəldik. O
oturup TikTok'da, Facebook'da yazanlar ki, ala gedin qabağa, qırın onları, o yazmaq çox asan. Kimin ki övladı oradaydı, onlar fikirdən ölürdü. Divanda asandır oturup yazmaq ki, bizim müzəffər ordumuz, gedin qabağa falan. Yəni, stresi çəkənlər övladları orada olanlardır. Stresi çəkənlər özləri müharibədə iştirak edenlərdir. Stresi çəkənlər, məsələn, elementar müqayisə edir, prezident indi danışanda məcburidir, müharibə vaxtı danışanda stresin içindəyir. Adam fikirdən dəli olur. Və bu, gecə-gündüz davam edir. Müharibə hər gün davam edir. Məsələn, mənim qaynım, Ramuşun yoldaşı, Ramuşun qardaşı müharibədə edir. Mənim qaynımdan da gecə-gündüz yatmırdı, Ramuş da yatmırdı, elə xəbər gözləyirlər ondan. Başa düşürsünüz, bu böyük bir stresdir. Və məbəddə təqibdən keçəndə bu böyük bir stresdir. Amma Rəbb deyir ki, narahat olunur, bu sizin xeyrinizdir. Çünki baxın, idmançılar məşq edəndə onlar nə edirlər? Onlar öz bədənlərini stresə salırlar. Yəni, əzələni stresə salırlar ki, yarışa çıxanda o stresə saldığı vaxt möhkəmlənən əzələdən istifadə edirsin. Eyni şeydir, biz o stresdən keçməliyik ki, Rəbb bizdən istifadə edilir. Nə qədər ki, insan sınavdan keçmirsə, stresdən keçmirsə, o heç vaxtı normal şəxsiyyət olur. Yenə də, ev şəraitində normal şəxsiyyət olur. İnsan gərək o vəziyyətlərə düşsün, çətinliyə düşsün. Şəxsiyyət kimi formalaşır. İnsan ola bilər, pulu çox ola bilər, vəziyyəti yaxşı ola bilər, o başqa şey. Amma şəxsiyyət kimi formalaşmaq üçün insan stresdən keçmir. Ona görə də məbəd kimi məbədin formalaşmağı üçün məbəd təqdirlərdən keçməlidir. Təqdirdən keçməyən məbəd bu normaldir. Yəni, o məbəd normal formalaşmır. Formalaşıbsa da, uzun müddət təqib olmursa da problemli olur. Baxın, məsələn, elementar bir şey götürək. Biz öyrəşmişik ki, hər il bizə hədiyyələr verir. Bu il gəlmir. Bu bizim üçün stresdir. Biz hər dəfə gedirik, danışırıq, deyirik ki, bizim uşaqları uşaq saymırsınız, falan 5 mekan dava verir. Amma əslində bu bizə öyrədir ki, tamam, hədiyyə gəlmədi, özümüz hədiyyə düzəldir. Özümüz verir. Nə qədər gözləyəcəyiz ki, o tərəfdən gəlsin? Özümüz də bir şey verir, özümüz də bir əlimizi ağdan verək. Öyrəşmişdik neçə illər ki, stabil hədiyyə gəlir. Bu il gəlir. Və bu normaldır. Yəni, bir çoxları bundan stresə düşəndə, düzdür, mən daxilən stresə düşmədim. Təbii ki, bu deyiləsi bir şeydir. Deyəcəm ki, şöyle, Allah bunu istəyir, deyəcəklər, böyle deyəsən, bu xoşuna gəlir. Bu məsəlçiliyə protivdir. Bu sonra qatılır. Eyni şeydir. Məsələn, bir insan yaxınlığı itiribsə, gəlib ona deyəndə ki, narahat olma, hər şey yaxşı olacaq. Deyir, sən nə var ki, sən arzu istəyirdi. Əziyyəti mən çəkir. Başa düşürsünüz. Və mən bunu başa düşürəm ki, bu normal bir şey. Bilirsiniz, təxmini 92-ci, 93-cü il idi. Mən ilk dəfə Allah kəlamı onda işlədim. Vəz formasında işlədim. Və bilirsiniz nə vəziyyət edir? Şəhərdə müharibə gedir. Biz də Razindən şəhərin mərkəzinə gəlmişdik, güllə olanlar. O vaxtı şəhərin mərkəzində əskərlər yığışırdı, gedirlər müharibəyə. Hər yerə güllələr səpələnmişdi. Biz də uğrayırdıq ki, Novruz bayramında kətar da yox idi. Odun içine atırdı, sonra qaçırdı, o partlayırdı. Gəldi, onun üçün də hava da soyuq idi. Yəni, martın əvvəli hava soyuq. Soyuqdan əziyyət çəkməmək üçün belə yer axtarılır qızına. Baxdıq ki, bir elan var. Yazılıb ki, gənc tamaşaçılar teatrında Allah haqqında danışacaqlar. Giriş pulsuzdur. Elə bizə giriş pulsuzdur, bəsədir. Demirə dostlar qızına. Getdi, oturduq qızınmağa və birinci ələ soyuqdan hiss eləmədim danışır. Sonra baxdım ki, bir nəfər səhnədə danışır. Əlində belə qızılı rəngdə Bibliya,
Amerikanlıdır, kostyum, geyim, keçir. Allah sizi sevir falan. İndi kimi yadımda da o mövzusu nə idi? Elişə Peyğəmbərdən danışırdı ki, narahat olmayın, onun ordusu var idi, yəni o dua edir, onun qulunun gözü açılır və görür ki, mələklərin ordusu bunları qoruyur falan. Azərbaycan rəb sevir falan beşməkan. Baxdım buna deyirəm, sən təbii sevir, əlində kostyum, əlində qızılı kitab, elə bilmirdim də bilmirdim. Ayaqqabını bahalı, mən elə şeylər biraz fikir verəyim. Sən təbii sevir, biz burada acından ölürük, evə çörək tapa bilmirik. Və onu qəbul edəmədim həmin vaxtı, sonra Rəbbi də mənə toxundu. İndi baxın, o sənə çətin olan vaxtı, sən ac olan vaxtı, hansısa bir imanlı hətta gəlib sənə deyəndə ki, qardaşım, Rəbb səni sevir, sən beynində onun sözünü negativ qəbul edirsən. Deyirsən ki, sənə nə var ki? Səni sevə bilər, mənim vəziyyətim pisdir, mənim aclıqdır və sən gözləyirsən ki, təsəlli sözünün yerində sənin cüzdə dəsə pul olmasın. Amma Rəbb səni sınaqdan keçirir. Və sən ac olanda bəzən sənə çörək verir. İsa'ya verə bilərdi, İsa Məsih oruç tutanda. Orucun 40-cı günü iblis ona yaxınlaşdı. 40-cı gün elə sırası mələklər gəlib ona çörək verir. Tamam da oruç tutardı, ala çörəyi yesin. İstəsəydi kebab da gələr. Nə bilim, istəsəydi şahplov da gələr. Düzdür, amma gəlmədi. Onun yerinə iblis gəlir. Yəni Allahın oğlu o cür əziyyətlərdən keçirsə, o cür təqiblərdən keçirsə, bizim də keçməyimiz normaldır. Ona bənzəmək istəyirik. Ona görə narahat olmayın. Timoteyə göndərişdə yazılıb ki, hər bir salih yaşamaq istəyən adam mütləq təqiblərdən keçməlidir. Ona görə salih yaşamaq istəmirsinizsə, elə ki, dünyada normal yaşaması, gedin yaşın, təqibzad olmayacaq. Ya olacaq, iblis sizi boş bıraxandır, heç kimi boş bıraxmır. Hamı bu əziyyətlərdən keçməlidir. Amma sən keçirsənsə, ürəyində sülhün olsun. Ürəyində düşün ki, bəli, bunu Rəbb istəyir, bu mənim yaxşılığım üçündür, bu mənim xeyrim üçündür. Amin? Amin. İndi, qaydırıq həvalilərin işləri 8-ə. Deməli, 5-ci ayədə yazılıb ki, Filip də Samariya şəhərinə gedib Məsihi vəz edir. Filip kimi bilirsiniz? Bəziləri bilirlər ki, bu həvaridir, amma bu diakon Filip. Nərdətdə seçizliyi 7 nəfər olardı. 7 nəfərdən verir. Filipi eşidib göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamın bu ruhlar bərkdən çıxılaraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. Ona görə də bu şəhərdə bol sevinc var. Amma bu şəhərdə bundan qabaq cadügarlıq edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. Böyüklü kiçikliyi hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi. Böyük adlanan Allahın qüvvəsi budur. Onun cadügarlığını hamının çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdı. Amma Filip Allahın padşahlığı ilə İsa Məsihin adı ilə bağlı müjdəli yayında sözlərinə iman gətirirdi və kişilər də, qadınlar da vəftiz olurdular. Şimon özü də iman gətirdi və vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu. İndi burada gəlir bir maraqlı bir yerə. Deməli, fikir verin, bir tərəfdən təqiblərdir, bir tərəfdən təqiblər. Digər tərəfdən, o bayaq dediyimiz kimi insanlar yayılıblar artıq və başlayırlar müjdələməyə və Filip gəlib Samariyaya. Samariyalılar o qədər də, belə deyədik, Yahudilərin gözündə güclü insanlar sayılır. Onlara aşağı sort insanlar kimi.
aşağı təbəqə. Nəyə görə? Çünki vaxtı ikən Assuriya gəlir şimali hökmdarlıq olan İsraili zəbt edir. Yəni Yeruşalimdən üzü yuxarı zəbt edir hər yeri. Və onları sürgün edir, aparır. Və onların yerinə bütpərəstləri otuzdurulur. Və bu bütpərəstlər yerli xalqına, yəni qalan İsraillərlə qarışır. O dövrdə belə bir şey vardı ki, məsələn, bir ölkə başqa ölkəni tuturdusa, orada yaxşı nə var idisə, hamısını apardılar. Qızıl, gümüş, saraylarda nə var. Bir də güclü sənətkarları, yazı pozu bilən adamları, elm adamlarını sürgün edib apardılar, öz ölkəsində istifadə etmək. Yerdə nə bilim, avaralara, nə bilim, patişniklər, onlar hamısı saxlayırdılar orada. Və sonra da elə bunlar tipdə olan adamları başqa yerdən gətirib qatırdılar ki, bu atrofda bir yerdə gətirir. Samariyalılar o tipdə bir şeydir. Və Yahudilər onlara belə ikinci sort adam üçün olur. Yahudilər üçün birinci yerdə kişilər idi, təbəqə. İkinci təbəqə qadınlar idi. Məsələn, sonra nələr idisə, sonra itlər idi, sonra Samariyalılar. Yəni, çox pis baxın. Məsələn, ona görə İsa Məsih Samariyalı qadınla danışanda şagirddə gəlib tərcümə edir ki, Samariyalı danışma olur. Yəni, o kim deyirsən onu danışsın? Amma baxın, Filip gəlir və onlara müjdəni gətirir. Və Samariyalıların arasında bir cadugar var. Cadugarın hörməti böyük. İndiki dövrdə biz Bakıda o qədər də şey eləmirik, cadugarlara. Belə deyək, o qədər də hörmət yox. Amma mən rayonun adını çəkmədim. Mən bir rayonda bir cadugarı tanıyırdım. Dağ kəndində yaşayırdı. Dağın başında yaşayırdı. Onun həyətinə gedən insanlar görürlər ki, onun həyətində Range Rover var. Sonra bahalı maşına Galenvagin var. Maybach var. Hər şey var həyətində. Sonra mən özüm o ilə bir dəfə bir idarədə rastlaşdım. Məsələn, hamı oteldə duranda o özü belə keçdi içəri, sözün dedi, çıxdı, getdi. Onun adına artıq o adam ölüb. Onun adına indi bir neçə tükan var. Böyükdür, marketlər onun adına qoyur. Bakıdan millət gəlir, millət deyəndə adi qara cəmaat yox. Bakıdan varlı karlı adamlar gəldi. Deyirdi, bu işim istəyirəm düzəlsin. Bu da nəsə cadu edirdi. O da sonra nə bilim, ya Range Rover göndərirdi onlar, ya nə bilim, bəli, hədiyyə verirdi. Yəni, adam çox hörmətli idi, sözü keçən idi. Və burada da eyni cür adam. Və baxın, adətən elə insanlar yaşadığı yerdə cinli insanlar çoxdur. Çünki özü negativi özünə çağırır. Çünki getdikcə, necə biz məbəddə, məsələn, biz ilahini niyə oxuyuruq? Biz ilahidə Allahın adlarını çalırıq. Məsələn, biz deyirik ki, ya Rəbb, sən məhəbbətsən, sən gözəlsən. Çünki bütün gözəl şeyləri Rəbb yaradır və gözəl şeylər Rəbbin adıdır. Sevim Rəbbdədir, məhəbbət Rəbbdədir, mərhəmət Rəbbdədir və onlar onun adlarıdır. Biz onları çalırıq. İndi fikir veribsiniz, insanlar dalaşmamışdan qala bir-birini söyürlər, pis murdar sözlərdə istifadə. Bu da iblisin adlarıdır. Biz necə Allahın ruhunu çağırırıq ilahilər vasitəsilə, onlar da o söyüşlər, küfürlər vasitəsilə iblisin ruhlarını çağırır, cinləri çağırır. Və eyni şeydə o tipdə olan insanlar çox olan yerdə pis ruhlar da çoxdur. Ona görə fikir verirsiniz, Filip oraya gəlib, onun əsas işi nə idi? Pis ruhları oradan çıxartmalıdır. Tək başına bütün millətdə onu edirdi. Yadınızdadır, biz hər dəfə o ayəyə qayıdırıq. İsa Məsih deyir ki, şagird müəllimindən üstün ola bilməz, amma boya başa çatdı, müəllimindən daha böyük işlər verir. İsa getdiyi yerdə belə talpayla gəlir, amma Filip tək başına gəlir və o cinləri çıxartır. Şimdi baxın, bir tərəfdən biz baxırıq ki, ölkədə təqib var məsihçilərə. Digər tərəfdən baxırıq ki, Allahın böyük işləri görür. Və bu hər şey yan-yanadır. Təqib olunan məbəddə həmişə böyük işlər var. Həmişə. Təqib olmayan məbəd adətən yatır. Məsələn, böyük məbədlər var, hansının ki, 3-4 binası var, məktəbi var, özünün universiteti var, nə bilim,
özünün çap mərkəzi var, hər şeylər var, o yatırmır. Öz cəmaat gəlir, gedir, hər şey yaxşıdır, hər şey zordur. Amma təqib olunan məbəd həmişə artır, həmişə böyüdür. Məsələn, Çində ən çox təqiblər 20-ci əsrdə Çində oldu. Milyonlarla insanlar tövbə edir. Düzdür, Çin üçün bu böyük bir şey deyil. Çində elə bir məhəllənin adamıdır. Amma Azərbaycan üçün böyük bir şeydir. Və bir məbəddə təsəvvür edin, bir məbədin artımı 1 milyonsa, böyük bir rəqəm. Deməli, Şimon da iman gətirdi, Rəbb ondan istifadə edir ki, başqa insanlarda avtoritetə baxıb iman edirsin. İndi Yeruşalimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yahyanı onların yanına göndərdi. Peterlə Yahya oraya çatanda dua etdilər ki, Samariyalı imanlar müqəddəs ruhu alsınlar. Çünki ruh hələ onların heç birinin üzərində enməmişdi. Sadəcə olaraq Rəbb İsa'nın adıyla vəftiz olmuşdular. Sonra Peterlə Yahya əllərini onların üstünə qoydular və onlar müqəddəs ruhu aldılar. Həvarilərin əl qoyulmasıyla ruhun verildiğini görən Şimon onlara pul təklif al versin də, cavabıya hər şey pul. Perizə pul verir, mənə deyirsin, müqəddəs ruhu. Bir mənə belə bir səlahiyyət verir, əlimi kimin üstünə qoysa müqəddəs ruhu alsın. Petr ona deyir ki, pulun da yox olsun sən də. Ona görə ki, sən Allahın ənamını pulla əldə bilmək xəyalını düşünsən. Deməli, əgər qayıtsaq ümumi planımızdır. Bu prosta orada Allah başına gələn bir işdir. Ümumilikdə biz buradan belə bir dərs çıxarda bilərik ki, müjdə fərqli millətlərə çatmağa başlayır. Baxın, əgər biz götürsək ilk həvariləri, onlar təmiz Yahudi idilər, təmiz İbrani xalqı idilər. Sonra növbəti mərhələyə baxsaq, mən də sizə bu günləri material paylayacağım, orada mərhələlər yoxdur. Növbəti mərhələyə baxsaq, növbəti mərhələ, onlar da Yahudilər idi. Amma nə bilim, Parfiyada yaşayanlar orada, təmiz Yahudilər idi. Amma, belə deyək də, Ruskayazıçını, Anglayazıçını, belə iki dillə də söylə, Yunan dillilər, Parfiya dillilər, Midyada yaşayanlar, amma yenə təmiz Yahudilər. Növbəti mərhələ Samariyalılardır. Samariyalılar Yahudilərlə amma qarışığı olan Yahudilər. İsraildə yaşayırlar, amma biraz qarışıqları var. Biraz belə şeylər var. Bir növbəti mərhələ bu fəslin ikinci hissəsində Filip Həbəşistanlı ilə rastlaşır. Həbəşistanlılar qaraydır. İndiki dinlədisi Negri. Qaraydır. Amma Yahudilər Həbəşistanlıları özünkü sayılır. Yahudilərdə belə bir adət vardı. Onlar deyirlər ki, Həbəşistanlılar bizim qardaşlarımızdır. Və Həbəşistanlılar biz baxsaq, görürük ki, o artıq belə deyil, Yahudi dinində idi, Yudaist idi. Yaşaya Peyğəmbərin kitabını oxuyurdu. Yaşaya Peyğəmbərin kitabını almaq o dövrdə böyük bir şeydir. Çünki kitab pahalı idi. Kitabı pergamentdən düzəldirlər. Pergament quzu dərisi idi və quzu dərisini aşlayırdılar, nazi edirdilər. Sonra onun üstündə kitabı yazırdılar. Kitabı yazımında səhv eləmək olmazdı. Və sonra, məsələn də, bir var Malakiya kitabı, bir belə kitab, 3 dənə uzun dərisi. Yaşaya Peyğəmbərin kitabı 50 neçə metrlik, yazılan şriftdən asılı olaraq 50 metrdən yuxarı idi. Hətta hal-hazırda, məsələn, Yaşaya Peyğəmbərin kitabını tapmışdılar, 46-da idi, 49-da idi, Qumran mağarasında. Elə bir ki, bir çoban idi, girib mağaraya və sonra birinci mağaraya daş atır. Görüb bir dınq səs gelir, elə bir ki, küzənin içində pullar var. Girib içəri görüb, küzənin içində kitablar var.
Bir kusok Yaşaya Peyğəmbərin kitabını kəsir, qoyub cibinə. Gəlib şəhərdə Yerusəlimin nəsə qoyunları təslim edəndə bir alim, İngiliz alim görüb, deyib ki, bəs bu kusoku mənə sat. Görüb ki, Yaşaya Peyğəmbərin kitabının həqiqisi. Boş. Bu uşaq buna satıb bunu, nə bilim, 20 köpüyə, 1 manat, bilmirəm, neçəyə. Sonra da deyib, hər gün səni gətirəcək. Var gelib bir hər gün kusok kəsib o kitabı, gətirib satıb buna. Bir yetim olsun, tikib o kitabı. İndi o Yaşaya Peyğəmbərin kitabını böyle açıldı, tikə-tikib o kitabı. Biznes, damar tutur, 50 metrlik damar tutur. İndi söhbət nədən gedir? Yaşaya Peyğəmbərin kitabı bir var papirusda yazılır, bir de var pergamentdə. O pergamentdə yazılanlar bahaydı, çox bahaydı. Və bu Həbəşistanlı, belə deyək də, o hərəm ağa başçısı, o Yaşaya Peyğəmbərin kitabı çox baha bir qiymət vermişdi. Kitabı almaq bahaydı. Adətən sinagog üçün kitab alanda bir o Pasolka milləti pul atışırdılar və kitabları bir başlayırlar almağa. Adətən, belə deyək də, bir neçə kitab olurdu. Bütün o 39 kitabı almaq çətin idi. Amma nəyi bacarırlarsa alırlar. Bahalı bir şey. Yəni, bu insan Allah kəlamının dəyərini bilir. Bu insan Həbəşistanlıdır və Yahudilər Həbəşistanlılara qardaş sayılırlar. İndinin özündə də. Məsələn, İsraildə bir çox qaralar yaşayanlar, onlar Afrikada olan Yudaistlərdir, Həbəşistandan gələn Yudaistlər. Və biz görürük ki, artıq Yahudidir, amma biraz da fərqlidir. Növbəti adda gedirlər Korneliusin evinə, yəni bu növbəti fəsillərdə keçir. Kornelius artıq Romalıdır, amma Yahudiliyə onun çox böyük meyli var. Artıq bütpərəstdir, amma hələ azğın bütpərəst deyil. Yəni, haradasa Yahudiliyi tanıyır, hətta Petra deyirlər ki, o insan belə də bizim sinagoga kömək edir, nə bilim bizə kömək edir, falan düşməkar. Növbəti addım isə artıq Rəbb Paulu və Barnabanı ayırır ki, gedin artıq azğın imansızların yanına. Görürsünüz, mərhələ deyil. Yahudiyə, Yerusəlimə yayılır, Yahudiyə, Samariya, sonra belə deyək də Samariyada o yarımsıq Yahudilər, sonra biraz da uzaq Yahudilər, sonra Yahudilərə simpatiyası olan bütpərəstlər və sonra da lap belə pis bütpərəstlər. Rəbbi kəlamı planla böyüyür. Və bu həmişə belədir. Məsələn, əgər sizi Rəbb xidmətə çağırıbsa, əgər Rəbbin kəlamını yaymaq istəyirsiniz, görəcəksiniz ki, Rəbb hər bir insana bir görünüm verir. Və Yerusəlim məbədinə birinci gündən ilk imanlara öz görünümünü vermişdir. Türklər vizyon verir, vizyon vermişdir. Siz başlayırsınız Yerusəlim, Yahudiya, Samariya və sonra da dünyanın hər tərəfi. Ona görə xidmət heç vaxtdır o görünümsüz olmur. Rəbb sənə xidmətə çağıranda o sənə açıq aydın bir görünüm verir ki, sən nə etməlisən, nə cür davam etməlisən. Amin. Şükür olsun Rəbbə, bizim birinci saatımız bitdi və mən istəyəlim sizə bir neçə həqiqətləri dərsdən çıxardırlarımız. Deməli, çətinliklər və təqiblər Allahın planının bir hissəsi. Yəni, bunu bilirsiniz. Müjdə bütün millətlər üçündür. Allah özü bizi lazım olan insanlarla qarşılaşdırır. Müjdəni paylamaq üçün hər kəsdən istifadə etmək olur. Bir də təkrarlayın. Çətinliklər bəzən Allahın planının bir hissəsidir. Bəzən. Ümumiyyətlə, əgər biz həyatımızı Rəbbin əlinə vermişiksə, Rəbbin planı olmayan şeylər
belə deyək də, bizim həyatımızda olmur. Sadəcə Rəbb bizim hər birimizə seçki azadlığı verir. Seçim azadlığı verir. Biz özümüz müdaxilə edə bilirik. Bəli, bayaq oxuduğumuz ayə vardır olmalılara göndərişdə. O da deyir ki, həyatımızda nə baş verirsə, hər şey bizim yaxşılığımız üçündür. Onu da Rəbb sadəcə onu bizim yaxşılığımıza çevirir. Amma bizim yaxşılığımız üçün deyil. Məsələn, baxın, nə qədər ki, klassik bir nümunə getirir. Nə qədər ki, Davud müharibədə idi, hər şey yaxşı idi, ruhda artır. Sonra dedilər ki, yox Davud, sən bizim şahımızsan, qal evdə, çırağımız sönməsin, falan bir. Qalır evdə, çıxır dama, baxır qonşu həyətə, görür ki, qəşəng bir qadın var və zina edir. Düzdür? Bunu Allah ona demir ki, git zina edir. Rəbb hətta onu cəzalandırır olsun. Çox ağır bir cəza verir. Davud oruç tutur ki, yox, qoy bizim uşağımız qalsın, amma Rəbb günahdan doğan heç bir şey heç vaxtda xeyirliyə verir. Sən günah vasitəsilə pul qazansan, günah vasitəsilə hörmət qazansan, günah vasitəsilə nə qazanırsansa qazan, Rəbb ona heç vaxt xeyirliyə verir. Amma Davud tövbə edir və Rəbb onun bu vəziyyətini onun xeyrinə çevirir. Davudla bir Savya'dan Süleyman olur. Düzdür, sonra insanlar protiv olur. Çünki hamı Süleyman'a, anasına pis baxır ki, onun lev arvazıdır, arvadlarının üstünə gətirdiyidir, filandır. Hamı Süleymana qarşı olur. Amma Rəbbin planıdır. Rəbb o pis işi yaxşıya çevirir. Davud tövbə edilməz sonra. Sən də, ola bilər ki, biz həyatımızda nəsə bir hərəkət edirik, öz istəyimizlə, öz ehtirasımıza görə, öz günahımıza görə bir hərəkət edirik. Tövbə eləməsən o hərəkət səni pis günə qoyacaq. Tövbə eləməsən bu hərəkət səni sürüyüb aparacaq. Amma sən tövbə eləsən, Rəbb səni o vəziyyətdən çıxardır, Rəbb səni bağışlayır, o vəziyyətdən çıxardır və o vəziyyəti sənin xeyrinə çevirir. Nümunəsi, ikinci ruhani nümunəsi İsa Məsihdən. İtmiş olur. Konkret olarak Zahir atasından karşı çıxır, gedir evinə. Bütün varlığı yoxunu uduzur, dağıdır, püskünə qalır. Tövbə edib qaydandan sonra Allah onu bərpa edir. Atası onu bərpa edir. Hətta ona hədiyyə edir. Hətta bu başqa o evdə qalan oğlunun xoşuna gəlmir. Deyir, o kimdir? O zinakarın biridir, ona hər şeyi niyə verirsin? Düzdür? Tövbə etmiş insanı Rəbb heç vaxt itələmir, heç vaxt tövbə etmiş insanı kəsib atmır. Əgər insan həqiqətən bütün ürəklə tövbə edirsə, biz səhv eləyə bilərik. Mən də həyatımda neçə dəfə səhvlər eləmişim. Böyük səhvlər eləmişim. Belə də biabırçılıqlar eləmişim. Amma mən tövbə eylədiyim gün Rəbb mənə bağışlayır. Mən demirəm ki, bu yaxşı bir şeydir. İndinin özündə belə yadıma saldı mənə pisləsin. İndinin özündə belə mən o kimə ki qarşı səhv eləmişəm, deyəm ondan üzr istəməyə hələ də hazıram. Hələ də vaxtım düşərdən üzr istəyirəm. Öz anamdan çox vaxtı üzr istəyirəm. Düzdür, deyir, yox oğul, sən hələ uşaq dörsən olur. Amma mən içimdə bilirəm ki, mən yaxşı övlad deyiləm. Üzr istəyirəm və Rəbb məni, mən bilirəm ki, bağışlayır. Və o vəziyyətlər mənim xeyrim üçün çevirir. Rəbb səni hər vəziyyətdə, nə vəziyyətdə olursan o, palçığın içində ol, zibilin içində ol, gəldinən ki, ata mənə bağışla, Rəbb səni dəyişəcək. Onun qapısı həmişə açılır. Həmişə. Elə bir günah yoxdur ki, bağışlamasın. Çünki elə bir günah olsa ki, bağışlamasın, elə də o gündəlik günahdan söhbət gəlir, Rəbbə qarşı getməkdən gelir. Deməli, belə çıxacaq ki, günah Rəbdən güclüdür. Rəbb bağışlayır. Baxın, mən imansız olanda mən İsa'nı söymüşəm də, ona qarşı da getmişəm, çox şeylər eləmişəm. Amma Rəbb mənə bağışlayır. Bağışlayır və qəbul edir. İmandan sonra da günahlar eləmişəm. Rəbb mənə bağışlayır və dəyişir. Bugünkü gündə kiməsə mən bunu danışana deyir ki, orada nə istəyirəm eləyim dedirəm. Mənə bir də təklif etsələr ki, o günah edərəm, qələt eləyərəm, istəmirəm.
Çünki əslində bir çox insanlar elə bilirlər ki, günah eləmək asan bir şey. Günah çox ağır bir şey. O söhbət, nə bilim, evdə yalandan nəyəsə allatmaq yox, konfeti olardım deyə ki, mən eləməmişəm. Söhbət o günahdan getmir. Söhbət ağır günahdan getmir. Sən onu eləyəndə, sən onun ağır cəzalarını görürsün. Amma ağırlansan, tövbə eləsən, Rəbb səni bağışlayır. Bağışlayır və gərək qayıtmasın. Belə. İndi təqiblər, çətinliklər Allahın planıdır. Bir üstəsi yox. Bəzi. Amma məsələn də, baxın, təqibdir. Təqib. Bu Allahın planıdır ki, mən ruhda artıq. Biri gəlir mənə deyir ki, eşitdim sən deyir, eşitdim, falan peşmişəm. Mən də buna İsa'dan danışmaq yerinə deyirəm, əcəb eləmişim, bir dəfə kəllədir. Bu Allahın planıdır, yox. Sonra da tuturlar məni. Mən də deyirəm, mənim üçün dua edin, mən rəhbə görürüm. Yox, qardaş, sən Rəbb deyib kəllədir, yox. Bacı, sən Rəbb deyib cırmaq atacam ağzınızdır, yox. Bu Allahın planı deyil. Allahın planı təqibdir, gəlirlər üstünə qalxırlar, adam babası kimi dua edərlərində onlara Allahın kəlamı ilə cavab verir. Onda olur Allahın planı. Sən hoqqa verirsən sən, nə bilim, ürəyin soyur, ürəyin vurub təzdən qapısına gelirsən, kəpiyi atsan, mənə söylədin, çıxdı önə. İsa'ya görə sən belə edir. Olub önə olan hadisələrdir. O Allahın planı deyil. Azərbaycanın öz başı işləmir. Akşamı geri davaya ki, sən mənim İsa'mı yaşayırsan. Özü belə icraf eləməzlər. İki şişəyə dönür, yəni açıq söyle sənə söhbətin. Burada 102-yə zəng edir. Təbii ki, bu Allahın planı deyil. İkinci həqiqət. Sən bütün millətlər. Aha. Müjdə bütün millətlər. Üçüncü həqiqət. Müjdə. Bütün millətlər. Ki çatdırır gətir. Ha? Mən deməyəcəm, siz özünüz deyin. Kim yazıb başqası? Allah bizi lazım olan insanlar. Özü qarşılaşdırır. Amin. Amma sən bunu istəyirsən. Əgər sən hər səhər durursan və deyirsən ki, yarın, bugün qarşıma elə bir insan çıxar ki, ona səndən danışır, Rəbb çıxardığına qarşır. Amma həmin vaxt yer danışmaq olacaq. Bu bir. İkincisi, hər səhər bunu istəmək lazımdır. Sən istəmirsənsə, Allah qarşına çıxartmayacaq. Amin. Və Müjdəni paylamaq üçün hər kəsdən istifadə etmək olar. müjdəni paylamaq üçün Rəbb hər kəsdən istifadə edə bilər.